Deyəndə ki, köməklə ehtiyaclı adama. Deyir ki, Allah istədiyindən ruzu verər də, belə deyir. Allah məsləhət bilsəydi ona verərdi. İndi bunun cavabını vermək lazımdır, hə? Yox, elə deyil, ay bala, Allah sənin vasitən ona, Allah bunu demir. İn entum illa fi zalalim mubin. Sən açıq-aşkar azğınlıqdasan, get xəstəliyi əlac elə. Sənə nə ağıllı görkəm alıb mənə dəlil gətirsə, mən də sənə durum hələ cavab verib, şəxsiyyət verib. Sənin ağlın, sən xəstəsən, sən açıq-aşkar azğınlıqdasan. Bu nə sözdür sən danışırsan? Bu nə sözdür sən danışırsan? Hər sözə bəyəm elə durub, oturub sənə məntiqlə cavab vermək lazım. Məntiq ortadadır, Allah insanları bir-birinə imtihan edir. Sənə verir ki, aparıb ona verəsən. Bunu da demir onların cavabında. O ki, ağıllı görkəm alır, Allah məsləhət bilsəydi ona verərdi. Mən niyə verməliyəm? Allah deyirsən, açıq-aşkar xəstəsən. Get özvə əlac elə, ay bala. Get özvə əlac elə, gör niyə başın belə işləyirsən. Sən başın belə işləyirsə, deməli sənin içində nəsə nasazlıq var. Ona görə Quran çox fikirlərə deyib, bunlar xəstədirlər, bunlara baş qoşmayın. Bunları qane eləyən cavab verəcəksən, bu ağıllı görkəm olacaq, hə, başqa bir şey tapacaq.